Salamlar, hər vaxtınız xeyir olsun. Mən biologiya müəllimi Ayşən müəllimə. OTK-nın 11-ci siniflər üçün 19 apreldə 4-cü ixtisas qrupu üzrə keçirdiyi biologiya fənnini izah edəcəm sizə. Deməli, birinci suala baxaq. İnsan asqaridinin tək cinsiyyət vəsinə malik fərdində hansı proses baş verməz? Deməli, biz bildiyimiz kimi insan asqaridi ayrı cinsiyyətli canlıdır və erkəklərdə tək toxumluq, dişilərdə isə 2 ədəd yumurtalıq olur. Deməli, tək cinsiyyət vəsinə malik olan fərdlər olacaq erkək fərdlər. Erkək fərdlərdə təbii ki, gametogenez prosesi gedəcək, gametlər bu formada, spermatozoidlər bu formada yaranacaq. Təbii ki, insan asqaridi anaerob canlıdır və erkək fərddə də anaerob tənəffüs gedəcək. Metabolizm, maddələrin mübadiləsi də canlıdır, gedəcək. Xromosomların konjuqasiyası gametogenezdə, yəni gametlərin əmələ gəlməsinə meyoz bölünmə nəticəsində meyozun birinci profazasında konjuqasiya baş verir. Ona görə də burada cavab olacaq mayallanma, çünki mayallanma dişi fərddə olur. Burada isə söhbət erkək fərddən gedir. İnsanın göstərilən skeletinin şöbəsi üçün doğru olanı müəyyən edin. Burada kəllənin skeleti verilib. Gövdənin skeleti ilə birləşmə əmələ gətirir. Bu fikir doğrudur. Ona görə ki, kəllə skeleti birinci boyun fəqrəsi ilə birləşir, birinci boyun fəqrəsi isə gövdə skeletinə aiddir. Və kəllə skeletində hərəkətli və hərəkətsiz sümük birləşmələrinə təsadüf olunur. Hərəkətli sümük birləşməsi tək alt çənə sümüyüdür, yerdə qalan sümüklər isə hərəkətsiz birləşməyə nümunədir. Yarım hərəkətli birləşməyə isə təsadüf olunmur. İkinci punktda doğrudur. Qurşaq sümükləri ilə birləşmə əmələ gətirir, xeyr. Bu səhv fikirdir, absurd fikirdir. Əsas bədən boşluqlarının yaranmasında iştirak edir. Bəli, burada kəllə boşluğu yaranır. Bu da əsas bədən boşluğudur. 4-cü cavab da düzdür. Yalnız tək sümüklərdən təşkil olunub. Ən azından burada gicgah sümüyünü biz cüt görürük. Təbii ki, kəllədə tək gicgah sümüyü cüt deyil. Təpə sümükləri var, almacıq sümükləri var, yəni cüt sümüklər var. 1, 2 və 4 olmaqla cavab olacaq burada D variantı. Qeydlərimizi buradan silək və keçək, deməli, 3-cü suala. Deməli, 3-cü sualda şəkildə təsvir olunan heyvan ördəkdən fərqlənmir. Burada ördək burun təsvir olunub və ilk məməlidir. Qarın və döş boşluğunu ayıran pərdə söhbət diafraqmadan gedir. Diafraqmanın olmasına görə ördəkdən, yəni quşlardan fərqlənir. Sıx tük örtüyünə malikdir. Bəli, məmməlilərin sıx tük örtüyü var, quşlarda isə lələk var. Buna görə də ördəkdən fərqlənir. Ürək boşluğundan sol aorta qövsü çıxır. Quşlarda sağ aorta qövsü çıxır, bu fərqlənmir. Balanı südlə bəslənmə məmməlilərdə var, quşlarda yoxdur. Yumurta sarısı çox olduğu üçün rüşeym diski bölünür. Bəli, bildiyimiz kimi quşlarda da, iç məmməlilərdə də yumurta sarısı çox olduğu üçün yalnız bütövlükdə yumurta sarısı yox, rüşeym diski bölünür. Sonra pitekantroplar insana bənzər meymunlardan fərqli olaraq malik olub. Pitekantroplar bildiyimiz kimi ən qədim insanlardır. Mimiki əzələlərə malik idilər. Bu insana bənzər meymunlarda da var idi. İkinci siqnal sisteminə malik idilər. Xeyr, olmayıblar, çünki pitekantroplarda nitq olmayıb. Yaxşı inkişaf etmiş alın və gicgah payına malik idilər. Bəli, pitekantropların yaxşı inkişaf etmiş alın və gicgah payları olub. Bu onları insana bənzər meymunlardan fərqləndirib. Çənaltı çıxıntıya malik idilər. Xeyr, pitekantropların çənaltı çıxıntıları yox idi. Ona görə nitq də yox idi onlarda. Qaşüstü yastıqçıqlara malik idilər. Bəli, malik idilər, lakin insana bənzər meymundan fərqləndirən xüsusiyyət deyil. Deməli, keçirik 5-ci sualımıza. Doğru olmayan fikirləri müəyyən edin. Deməli, şeh çiçəyi qida zəncirində. Deməli, şeh çiçəyi bildiyimiz kimi həşərat tutan bitkidir. Şeh çiçəyi miksotrof qidalanır. Həm xlorofil pigmenti var. Günəş enerjisindən istifadə edir, avtotrof qidalanır, fotosintez edir. Həmçinin həşərat tutaraq heterotrof qidalanma həyata keçirir. Heterotrof saprofit. Deməli, ikinci dərəcəli konsument ola bilər. Bəli, ola bilər. Belə ki, həşəratla qidalananda həşərat birinci dərəcəli, şeh çiçəyi ikinci dərəcəli konsument olur. Günəş enerjisinin 1%-dən fotosintezdə istifadə edə bilər. Bəli, bilirik ki, quru bitkiləri günəş enerjisinin fotosintezdə 1%-dən istifadə edir. Bu da doğrudur.
Qidada olan enerjinin 95% istilik şəklində ətrafa yaya bilər. Bəli, biz bilirik ki, qida zəncirində 5-20% enerji keçir, 80-95% isə itir. Bu da doğru fikirdir. Qida zəncirinin birinci halqasında yerləşə bilər. Bəli, şeh çiçəyi produsent kimi qida zəncirinin birinci halqasında yerləşə bilər. Birinci dərəcəli konsument ola bilər. Birinci dərəcəli konsument olmaq üçün şeh çiçəyi özü produsentlə qidalanmalıdır. Ancaq şeh çiçəyi həşəratla qidalanır. Ona görə də burada doğru olmayan fikir olacaq Y variantı. İndi növbəti suala baxaq, 6-cı suala. Buğumayaqların sayı, daha doğrusu buğumaralarının sayı bərabər olan nanə, toz ağacı, oleandr bitkilərində yarpaqların sayını göstərən hansı ifadə doğrudur? Burada buğum araları əgər bərabərdirsə, deməli, buğumların sayı da bunlarda bərabərdir. Nanədə düzülüş necədir? Qarşı-qarşıya, toz ağacında növbəli, oleandrda isə topa düzülüşdür. Onda belə çıxır ki, eyni sayda bunlarda buğum varsa, ən çox yarpaq oleandrda olacaq. Çünki topa düzülüşdə minimum 3 yarpaq olur. Sonra gələcək nanə, qarşı-qarşıya düzülüşdə hər buğumda 2 yarpaq olur. Toz ağacında isə hər buğumda 1 yarpaq olur. Deməli, oleandr 3 böyükdür 1, o da böyükdür 2. Sonra burada cavab olacaq Y variantı. Yer fındığının meyvəsi. Yer fındığı daxildir paxlallar fəsləsinə. Paxlallar fəsləsində də yalnız bir meyvə tipi olur, o da paxla meyvə. Şəkildə göstərilən canlıda ola bilməz. Şəkildə göstərilən canlı mukor göbələyidir və yaxud da buna biz aktiv göbələyi də deyirik. Bir hüceyrəli göbələkdir. Baxın, D variantı doğrudur. Bir hüceyrəli mitselisi olur. Və bir hüceyrəsində çoxlu nüvə olur və çox nüvəli hüceyrədir. Bəzən testlərdə ən böyük hüceyrəsi olan göbələk kimi də bunu götürülür çox nüvəsinə görə. Eyni zamanda heterotrof qidalanma mövcuddur. Bəli, heterotrof saprofitdir, parazit deyil. Və sporangiləri var. Burada başçıq şəklində sporlar orada yetişir, sporlarla çoxalır. Amma xromatoforu deməli yoxdur. Ümumiyyətlə göbələklərdə xlorofil pigmenti yoxdur. Onlar avtotrof qidalanmır. Xlorofil pigmenti yoxdursa xromatofora nə ehtiyac var? Ona görə də burada cavab olur C variantı. Sonra keçirik növbəti suala, 9-cu suala. 9-cu sualda deyir ki, sxemə əsasən X, Y, Z və K-nı müəyyən edin. Deməli, bitkilərdə uzaq hibridləşmə, bəli. Sitsin, bəli, xeyr. Aha. X-ə baxırıq. Sitsin uzaq hibridləşmədə çoxillik buğda sortu almışdır. X-ə uyğun gəlir, bəli. Sitsin uzaq hibridləşmədə almamışdır. Yəni xeyr, qış berəsi. Çünki qış berəsi miçurin adı ilə bağlıdır. Sonra butarin iştirak edib, bu uzaq hibridləşməyə xeyir yazılıb. Burada fikir versiniz. Və butarinə yazılıb bəli. Butarin arxaromerinosun alınmasında, yəni arxaromerinoz alınmasını həyata keçirib. Xeyrə isə qoyacaq ropşakar balıq cinsi. Bu da Kirpiçnikovun adı ilə bağlıdır. Deməli, burada cavab olacaq C variantı. Uşaqlar, burada bitkilərdə uzaq hibridləşmədən söhbət gedir. Yəni bunu burada xeyri ona görə götürdük ki, yəni butarin bitkilərdə uzaq hibridləşməni həyata keçirməyib. Aha, bunu da silirik buradan. Keçirik 10-cu suala. Deməli, həkim xəstənin gözünü müayinə edərkən rəngli görməni əsasən qırmızı və yaşıl təmin edən reseptorların fəaliyyətinin pozulmasını və bunun irsi olduğunu qeyd edir. Bu xəstəlik hansı genlərlə irsən ötürülür? Biz bildiyimiz kimi rəngli görmə həyata keçirəcək, deməli, gözdə çöpcük və kolbacıqlar var da, bilirik ki, reseptor kimi. Bunu kolbacıqlar həyata keçirəcək. Rəngli və işıqlı görməni və kolbacıqların fəaliyyəti pozulanda daltonizm xəstəliyi əmələ gəlir. Daltonizm xəstəliyi irsi xarakter daşıyır və X cinsi xromosomu ilə resessiv ötürülür. Hemofiliya kimi X cinsi xromosomu ilə resessiv ötürülən irsi xəstəliklərə misaldır. Sonra burada baxaq. 11-ci sual yarısı burada düşüb, yarısı burada. Deməli, disruptiv seçmə.
Dəyişməyən mühit şəraitində orta göstəricilərə malik canlılar sağ qalır. Dəyişməyən mühit şəraitində orta göstəricinin qalması bu stabilləşdirici seçmənin xüsusiyyətidir. Heteroziqotların xeyrinə seçmə adlandırmaq olar. Bu hərəkət verici seçmənin xüsusiyyətidir. Xəstəlik törədən bakteriyalarda antibiotiklərə qarşı dözümlülük yaradır. Bu da hərəkət verici seçmənin xüsusiyyətidir. Populyasiyada bir-birindən fərqlənən variasiyaların yaranmasına gətirib çıxardır. Bəli, disruptiv ikiyə bölünür. Populyasiyada bir-birindən fərqli variasiyalar yaranır. Bu olacaq D variantı. Deməli, Y variantında verilən toz ağacı qarşısı kəpənəyində şəhər melanizminin yaranmasına gətirib çıxardır. Bu da əslində hərəkət verici seçmədir. Deməli, keçdik 12-ci suala. Deməli, insanın qan-damar sistemi sxematik göstərilib. Venoz və arterial qan axan damarları müəyyən edin. Burada isə ürəyin sxematik təsviri verilib. Ürək kameraları yuxarıda qulaqçıqlardır, aşağıda mədəciklərdir. Bu ürəyin sol hissəsidir, bu ürəyin sağ hissəsidir. Biz baxırıq ki, ürəyin sağ mədəciyindən çıxır A damarı, qan aparır ağciyərə. Burada təbii ki, A damarı ağciyər arteriyalarından biridir. Yəni ağciyər arteriyalarını təsvir edir və venoz qan daşıyır. Sonra və eləcə də orqanlardan ürəyin sağ qulaqcığına C damarı qan gətirir və bu da bilirik ki, yuxarı və aşağı boş venalar həmişə ürəyin sağ qulaqcığına gətirəcək venoz qanı. Deməli, A ilə C burada venoz qan daşıyacaq və bu da AC verilən variant əslində C variantıdır. Gəlin digərinə də baxaq. Deməli, ağciyərdən ürəyin sol qulaqcığına arterial qan gələr. Deməli, B arterial qanı daşıyacaq və eyni zamanda ürəyin sol mədəciyindən aorta çıxır və şaxələnərək qanı orqanlara aparır. D də arterial qan daşıyacaq. Yenə aşağı. Aha. 12-ci sual. Deməli, neştərçə ilə bağlı sualdır, maraqlı sualdır. Gəlin, baxaq. Deməli, yox, burada neçənci sualı verdi? Bizdə 13-cü sualı göstərir. 12-ni izah edirik. Bəli, 13-cü sualdır. Neştərçə. Sxemə əsasən cədvəldə verilmiş X, Y, Z-in düzgün ardıcıllığını müəyyən edin. Gəlin buna deməli üfüqi xətt üzrə baxaq. Birdə deyir ki, qəlsəmə qapağı X, qəlsəmə qapağı. Yuxarı qalxırıq. Neştərçədə qəlsəmə qapağı yoxdur. X də deyir ki, yoxdur. Bu düzgündür. Tək üzgəclər neştərçədə var. Y də deyir ki, plus qoyub var. Atrial dəlik neştərçədə var, Z də deyir var. Deməli, 1 düzgün bənddir. Keçək 2-yə. Qida borusu neştərçədə var, amma X deyir ki, neştərçədə yoxdur. Deməli, bu səhvdir, başından bəri səhvdir. Cüt üzgəclər neştərçədə yoxdur. X də deyir ki, yoxdur. Ağız qıfı neştərçədə var, Y də deyir ki, var. Deməli, burada qoxu çökəkliyi neştərçədə var, Z də deyir var. Deməli, 3 də düzgün bənddir. 4-ə baxaq. Qəlsəmə yarıqları neştərçədə var, amma X deyir ki, neştərçədə yoxdur. Deməli, bu və eyni zamanda ürək neştərçədə yoxdur, amma Y müsbət qoyub. Yəni, bu səhvdir, 4 də səhvdir. Burada cavab olacaq 1 və 3. Yəni, cavab olur D variantı. Sonra 14-cü suala gəlin baxaq. 14-cü sualda bizə nə deyir? Deyir ki, hansı ifadə doğru deyil? Bir-bir burada baxarıq. Deməli, son sidik qədəhə bənzər kapsulda yaranır. Xeyr, qədəhə bənzər kapsulda yaranan ilk sidikdir. Qanın süzülməsi qədəhə bənzər kapsulda baş verir. Bəli, ilk sidik yaranarkən süzülmə prosesi nəticəsində yaranır. Süzülmə qədəhə bənzər kapsulda gedir. Son sidik qıvrım kanalcıqlarda yaranır. Bəli, bu da doğrudur. Deməli, 2 və 3 doğru oldu. Yuxarıda baxaq. Sonra, sidik axarları böyrək piramidalarından başlanğıc götürür. Xeyr, sidik axarları hər bir sidik axarı ləyəndən başlanğıc götürür. Sidik kisəsi bir növ toxumadan təşkil olunub. Xeyr, sidik kisəsində deməli bir neçə növ toxumaya rast gəlmək mümkündür. Yəni tək toxumadan təşkil olunur. Orada hətta əzələ toxuması, epiteli toxuması, birləşdirici toxumaya da rast gəlmək olar. Deməli 4 ilə 5 səhv oldu. Burada biz nəyə qeyd eləmişdik? 2 ilə 3 doğrudur. Belə cavabımız yoxdur deyəsən. Sidik axarlar böyrək piramidalarının başlanğıc götürür. Sidik kisəsi bir növ toxumadan təşkil olunub. Bir dəqiqə, burada nəysə yanlışlıq oldu. Təzədən qaydaq. Son sidik qədəhə bənzər kapsulda yaranmır. Qanın süzülməsi qədəhə bənzər kapsulda
baş verir. Sonsulik qıvrım kanalcıqlarda yaranır. Bu da doğrudur. Bəs burada 2, 3 olan cavab niyə yoxdur? 2, 3 ricahaları, böyrək piramidalarına. Hə, səhv fikri yəqin ki, soruşur. Biz ona diqqət eləməmişik. Doğru deyildir. Aha. Üzürlü sayım 1, 4 və 5 cavabı doğru olacaq. Burada cavab C variantıdır. Sonra cədvəldə verilən məlumata əsasən faringit xəstənin törədicisi üçün doğru fikri müəyyən edin. Gəlin baxaq. Bildiyimiz kimi faringit xəstəliyini həm bakteriyalar, həm də viruslar törədə bilər. İndi bu 1 və 2-nin biri bakteriya, biri virus olacaq. Birinci bakteriyadır, nədən bilirik? Çünki onun hüceyrə divarı var, ribosomu var, nuklein turşusu var və kapsidi yoxdur. İkinci isə virusdur, nədən bilirik? Çünki virus hüceyrəvi quruluşa malik deyil, ribosomu yoxdur, hüceyrə divarı yoxdur, nuklein turşularından biri olur və həmçinin kapsidi də olur. Burada bu düşməyib buradan, kapsidi də olur. Deməli, İkincidə azotlu əsas növləri nukleotid növlərindən azdır. Əslində viruslar da nuklein turşularının bir növ olduğu üçün azotlu əsaslarla nukleotid növləri bir-birinə bərabər olur. Bu səhvdir. İkincidə bəzi növlər üzvün maddə sintez edir. Xeyr, viruslarda belə bir xüsusiyyət yoxdur. Birinci üçün deyir, əksər nümayəndələri xemosintez edir. Bakteriyaların əksər nümayəndələri heterotrof saprofitdir. Sonra glikoprotein çıxıntılara malikdir. Birinci, xeyr, bu bakteriyalar üçün xarakterik deyil, bu viruslar üçün xarakterikdir. Birincidə polipeptidlərin sintezi yalnız sitoplazmada gedir. Polipeptid deyəndə zulal sintezindən söhbət gedir. Bəli, zulal sintezi nüvələr olmadığı üçün, prokaryot canlılar olduğu üçün bakteriyalar zulal sintezi ancaq sitoplazmada gedir. İndi baxaq 16-cı suala. Eyler-Venn diaqramı üçün doğru olanı müəyyən edin. Yumurtalıq və toxumluq üçün. Əsasən testosteron və androgen hormonları hazırlar. Təbii ki, bu toxumluğun xüsusiyyətidir. Xarici sekresiya məhsulu kimi hüceyrə hazırlar. Bu hər ikisinə aiddir. Yumurta hüceyrə və spermatozoid. Qarışıq sekresiya vəzləridir. Yenə hər ikisi qarışıq sekresiya vəzləridir. Əsas bədən boşluğunda yerləşir. Təbii ki, yumurtalıqlar çanaq boşluğunda yerləşir. Axacaqları ifrazat sistemi orqanına açılır. Təbii ki, toxumluqların axacağı sidik kanalına açılır. Bu da aiddir 5-ə. Deməli, 1-ə aiddir deməli 4. Bir də burada hansısa qaldı. Deməli, əsas bədən boşluğunda yerləşir. 1-ə aiddir 4, 2-ə aiddir 1, 5, 3-ə aiddir 2, 3. Doğrudur. Burada cavab olacaq B variantı. İndi gəlin 17-yə baxaq. Cədvəldə əsasən X plus Y ifadəsinin qiymətini müəyyən edin. Bu çox maraqlı tapşırıqdır və mən YouTube kanalında baxsanız görərsiniz ki, mən daha əvvəl bununla bağlı bir video hazırlamışam və xüsusilə vurğulamışam ki, həmin bu hissədən biz imtahanda sual görə bilərik, gətirib sınağa salıblar. Ola bilər ki, imtahanda da qarşımıza çıxsın, eyni bu formada olmasa da, yəni bu hissə vurğulansın. Yəni may böcəyin ağız aparatı vurğulansın. May böcəyində qolcuqların birləşdiyi struktur sayı və qolcuqların birləşdiyi strukturların növ sayı. Qolcuq deyəndə burada may böcəyin ağız aparatında 2 ədəd qısa, 2 ədəd uzun qolcuqlar var və ağız aparatında onlar alt çənələr və alt dodağa birləşir. Belə ki, 2 alt çənəyə hərəsinə 1 ədəd olmaqla uzun qolcuqlar, bir alt dodağa isə 2 qısa qolcuq birləşir. Qolcuqların birləşdiyi strukturların sayı olacaq 2, yox, 3 olacaq daha doğrusu. Çünki 1 alt dodaq, 2 alt çənə. Növ sayı olacaq 2. 3-ün də üstünə 2 gələndə X plus Y cəmini soruşur. Bu da eləyir 5. Klonlaşdırmada istifadə olunan kök hüceyrələrin çoxalması zamanı hansı proses baş verməz? Bildiyimiz kimi kök hüceyrələr təbii ki, mitoz yolla çoxalır. Mitoz bölünmə zamanı indi hansı proses baş verməz? İrsi məlumatların ötürülməsi, üzüm maddələrin sintezi, genin ikiləşməsi, ekvator lövhəsinin yaranması, qütblərə 2 xromatik xromosomlar çəkilməsi. Deməli, əziz abituriyentlər, bu D variantına qədər A, B, C, D variantı. Bunlar hamısı mitoz bölünmədə baş verən proseslərdir. Lakin Y variantında verilən qütbləri 2 xromatikli xromosomun çəkilməsi bu meyoz bölünməyə aiddir. Yəni mitoz bölünmədə qütbləri xromosomlar çəkilmir. Bunu da qoyduq bir kənara. İndi gələk, deməli 19-cu sual. Göz almasını hərəkət etdirən əzələlərin sinir mərkəzi yerləşir. Təbii ki, bu beyin körpüsündə. Göz almasını hərəkət etdirən əzələlər orada yerləşir. Çöl qatı quyruğunun yaz zoğunda baş vermir. Yaz zoğu qonur rənglidir bildiyimiz kimi. Yaz zoğu heterotrof qidalanır, yəni fotosintez baş verməz.
Çünki yay zoğunun hökümsovda yığdığı ehtiyat qida maddələri hesabına qidalanır. Və yaz zoğunda deməli sümbülcüklər olur və içərisində sporlar meyoz bölünmədən yaranır. Ona görə də orada gen mübadiləsi baş verər. Krasinkoverdən söhbət gedir. Ona görə bunu baş vermir deyirsə, fotosintez baş verir, amma gen mübadiləsi baş vermir. Mitoz bölünmə, çöl qatır qrupu böyüyəndə mitoz bölünmə baş verəcək. Təbii ki, mayalanma əslində protalda gedir. Ona görə də mayalanma baş vermir. Bizə də baş vermir dediyi üçün biz 2 və 4-ü götürəcəyik burada. Çöl qatır qrupunun yaz zoğunda baş vermir. Mayalanma baş vermir. Bir də üzr istəyirəm. 1, 4. Burada 1, 4 götürəcəyik. A variantı. Tələsik izah eləyirəm. Üzrlü sayın. 21. Şəkildə rəqəmlə göstərilən hansı orqanın funksiyasının pozulması nəticəsində pankreatit xəstəliyi yaranır? Bu xəstəlik mədə-altı vəzin xəstəliyidir. Mədə-altı vəzi də burada bizə 3 ilə verib. Mədənin altında, qarın boşluğunda yerləşir. Burada cavab olacaq C variantı. Sonra 22-ci sual. Uyğunsuzluğu müəyyən edin. Lizosin fermenti, fermentlər zulallardır və polipeptiddir, bəli. Lipaza da fermentdir, ferment təbii ki, zulaldır. Xolesterin lipid mənşəlidir. Pektin polisaxariddir. Bildiyimiz kimi boğumayaqların skeletində rast gəlinir, sonra göbələklərin hüceyrə divarında. Selülaza isə fermentdir. Selülaza fermentdir. Selüloz olsa polisaxarid olardı. Selülaza, buna diqqətlə fikir verin. Ona görə bu polisaxariddir fikri səhvdir. Və getdik 23-cü suala. Geoxronoloji cədvəldə davam etmə müddətinə görə ən uzun erada baş verən amorfozları müəyyən edin. Davam etmə müddəti ən uzun era proterozoy erasıdır. Proterozoy erasında borlu sümüklər yaranır fikri səhvdir təbii ki. Borlu sümüklər proterozoy erasında yaranmır. Daxili skelet yaranır. Bəli, xorda yaranır. Orada proterozoydan neştərçə var idi. Bitki toxumaları ordovikdə yaranır. Bu da səhvdir. Heyvanlarda orqanlar sistemi, bəli, heyvanlarda orqanlar sistemi proterozoyda yaranır. İlk prokariot arxeydə yaranır. Bu səhvdir. İlk ibtidai göbələklər yaranır. Bəli, bu da doğrudur. Sonra yendik 24-cü suala. Çiçəkli bitkilərdə gametogenez prosesində iştirak edən X, Y və Z hüceyrələri üçün doğru ifadələri müəyyən edin. Təbii ki, bu mayalanmadan əvvəl, hətta tozlanmadan əvvəl erkəkçik tozluğunda tozcuğun yaranması istiqamətində baş verən bir prosesdir. Ana tozcuq hüceyrəsindən meyoz bölünmə ilə mikrosporlar əmələ gəlir. Onlarda da nüvələrdə mitoz bölünmə gedir və burada tozcuq dənələri yaranır. Gəlin baxaq. Qalxaq yuxarı. Burada əslində elə yerə düşüb ki, deməli X bölünmə və X üçün deyir ki, bölünmə vətənləri hüceyrə mərkəzindən yaranır. Çiçəkli bitkilərdə ümumiyyətlə hüceyrə mərkəzi yoxdur. Sonra Y genetik xüsusiyyətinə görə ana hüceyrədən fərqlənir. Gəlin bir dənə baxaq. Y genetik xüsusiyyətinə görə ana hüceyrədən fərqlənir. X meyoz bölünərək Y hüceyrələri yaradır. Ona görə də meyoz bölümündə xromosom dəsti də azalır və genetik xüsusiyyətlərinə görə ana hüceyrədən fərqlənir. Sonra Z-in nüvələri mitoz bölünmə nəticəsində əmələ gəlir. Bəli, biz orada bir daha yenə baxaq. Burada Z-in nüvələri mitoz bölünmə nəticəsində bəli əmələ gəlir. Bu fikir də doğru fikirdir. Sonra Z-in nüvələri haploid xromosom dəstinə malikdir. Bəli, haploid xromosom dəstinə malikdir. Tozcuq dənəsinin nüvələri. Y nüvələri meyoz bölünmə keçirir. Gəlin bir dənə baxaq burada. Y-dən Z yaranarkən mitoz bölünmə gedir. Meyoz bölünmə getmir. Ona görə də bu da səhv fikirdir. Sonra yendik 25-ə. Çarpazlaşması zamanı alınan nəsildə yalnız BB genləri daşıyan fərdlər salamat qalarsa neçə fenotipik qrup alınar? Tam dominantlıq mövcuddur. Deməli, yalnız BB-lər salamat qalırsa, belə çıxır ki, burada böyük, bir dəqiqə, burada böyük A, kiçik B fərdi salamat qalacaq. Sonra burada böyük A, kiçik B fərdi salamat qalacaq. Bir də salamat qalacaq kiçik A,
Kiçik B, kiçik B. Çünki şərtdə bizə deyir ki, kiçik B-lər yalnız bir araya düşəndə bu fərqlər salamat qalır. Deməli, böyük B, kiçik B olanda, böyük B olanda salamat qalmır. Deməli, burada 3 fərqli genotip görülür. Lakin bizdən fenotipi soruşduğu üçün və tam dominantlıq mövcud olduğu üçün, baxın, tam dominantlıq olduğu üçün birinci əlamətə görə fikir versiniz dominantdır, ikinci əlamətə görə resessiv. Bu da birinci əlamətə görə dominant var və resessiv var. Bunlar ikisi bir fenotipik qrup yaradacaq. Digərdə isə hər iki əlamətə görə resessiv genlər var və bu da bir fenotipik qrup əmələ gətirəcək. Deməli, burada cəmi 2 fenotipik qrup əmələ gələcək. Gəlin 26-ya baxaq. DNT molekulunda 2 qat hidrogen rabitələrin sayının 3 qat hidrogen rabitələrin sayına nisbəti 1-in 2-yə kimidir. Belə çıxır ki, x qədər adenin var, x qədər də timin var. Çünki, gəlin bunu buradan yazaq. X qədər adenin var, x qədər də timin var. Çünki 2 qat rabitələr adeninlə timin arasındadır. X qədər də timin var. Və bunların 3 qat hidrogen rabitələrinin nisbəti 1-in 2-yə kimi idisə, deməli 2x qədər də sitozin və 2x qədər də deməli guanin var. Bunun ən asan yolunu çalışacağam burada qeyd edeyim. 2x qədər də deməli guanin var. Sonra burada ümumi nukleotit sayını hesablamaq üçün x, 2x, 2x burada 4x, 2x də burada 6x. Ümumi nukleotit sayı olur 6x. Biz də hidrogen rabitələrinin deməli sayını tapanda, daha doğrusu hidrogen rabitələrin sayını tapanda ümumi nukleotit sayının üzərinə gəlirdik guanin və ya sitozinin sayını. İndi bizdə hidrogen rabitələrin sayı məlumdur. Nukleotit sayı sadəcə məhculdur. Deməli, bütün ümumi nukleotitlərin üstünə gələrəm. Guaninin sayını, yəni 2x-i eləyir 8x və 8x-i bərabər edirəm deməli 1200-ə. Çünki bizim bir düsturumuz var idi. Hidrogen rabitələrini tapmaq üçün ümumi nukleotit sayının üzərinə guanin sayını gəlir. 8x 1200 deməli, bu da təxminən eləyir, səhv eləmirəmsə bu neçə eləyir? Səhv eləmirəmsə bu da eləyir 150. X bərabərdir 150. 8-ə vuranda 4. Aha, 150. X-imiz olur 150. Və x 150-dirsə, onda 150 dənə adenin var, 150 dənə timin var. Cəmi elədir 300. Sitozin sayı 2x-dir. Deməli, 300 də budur, 300 də budur. 300, 300, 600, 150, 150 də bu, 900 nukleotit var. Amma DNT molekulundadır bu 900 nukleotit. DNT molekulunda da 2 zəncir var. Onda belə çıxır ki, hər zəncirə 450 nukleotit düşür. Və biz deməli DNT-nin uzunluğu tapanda bir zəncirə görə tapırıq. Onda 450 nukleotidi vuracağıq 0,34-ə. Vururam 0,34-ə. Bunu da artıq vurarsınız. Səhv eləmirəmsə 153 eləməlidir və DNT-nin uzunluğunu tapmış oluruq. Burada bunu silirik. Biraz burada çətin oldu, əziyyət oldu yazmaq. Deməli, keçirik 27-ci suala. 27-ci sualda şərti və şərtsiz reflekslərlə bağlıdır. Yenə şərti və şərtsiz reflekslə bağlı video var YouTube kanalında, izləyə bilərsiniz. Deməli, tanış olmayan qıcığın təsirindən tormozlana bilər. Kənardan gələn qıcıq, bu xarici tormozlanmadır. Xarici tormozlanmaya səbəb olacaq. Bu şərti refleksdə də ola bilər, şərtsiz refleks də ola bilər. Ona görə də bunu ortaq olan hissəyə yazacağıq. Refleks qövsi onurğa beyindən keçir. Hər iki refleksdə bu mümkündür. Mərkəzi baş beyin qabığı deyirsə, baş beyin qabığı yalnız şərti refleksdə olur. Daxili tormozlanma baş verir. Daxili tormozlanma da yalnız şərti refleksdə ola bilər. Amma xarici tormozlanma hər ikisində ola bilər. Orqanizm daxili mühitin nisbi sabitliyini qoruyur. Bu, şərtsiz refleksə aid xüsusiyyətdir. Keçək indi situasiyaya. Bununla bağlı da mənim bir videom var. YouTube kanalında izləyin. Əslində bu buzlaqların coğrafi növ əmələ gəlmədə bu buzlaqların arealı parçalanması nəticəsində arıquşun 3 yarım növünün yaranması bizim dərsliyimizdə növ əmələ gəlmə, yəni növ əmələ gəlmənin formaları mövzusunda tapşırıqda verilib. Mütləq ora baxmaq lazımdır. Mən bilirdim ki, bu nə vaxtsa gəlib bizim qarşımıza çıxacaq. Ona görə də bununla bağlı bir video paylaşmışdım. Ona baxın. Buzlaqlar Mərkəzi Asiya Dağlıq Yaylası ətrafında olan arıquş arealını
Avrasiya, Cənubi Asiya və Şərqi Asiya kimi yarım növlərə parçalanmışdır. Xromosom sayı 2-yə bərabərdir 80 olan Cənubi Asiya arıquşu yarım növü Avrasiya və Şərqi Asiya yarım növləri ilə cütləşib nəsil verə bilir. Lakin Avrasiya və Şərqi Asiya arıquşu yarım növləri yox. Amma bizdən burada görək nəyi soruşur? Bizdən soruşur ki, arıquşuların 3 yarım növünün əmələ gəlməsi növ əmələ gəlmənin şəkildə göstərilən hansı formasına aiddir və bunun hansı formaları var? Burada A bir növ əmələ gəlmədir, B də bir növ əmələ gəlmədir. A-da biz arealın parçalanması ilə gedən coğrafi növ əmələ gəlməni görərik. Yəni burada yaza bilərsiniz coğrafi növ əmələ gəlmə və arealın parçalanması ilə. Bir də bizdən soruşur ki, bunun hansı formaları var? Bir də coğrafi növ əmələ gəlmənin arealın genişlənməsi hesabına olan forması var. B-də isə biz ekoloji növ əmələ gəlməni görürük. Burada areal dəyişmir, həyat şəraiti dəyişir. 29-da görək bizdə nə deyir? Cənubi Asiya arıquşusu erkək fərd, dişi fərd, toxumluğun yetişmə zonasına daxil olan hüceyrə sayı n, yumurtalığın yetişmə zonasına daxil olan hüceyrə sayı n. Eyni qədər hüceyrə daxil olur. İndi buradan baxaq. Qamet bizə deyir ki, bütün qametlər eyni cinsi xromosom daşıyır və qametlərlə eyni cinsiyyət xromosomu daşıyan yönəldici cisimciklərin sayı. Deməli, əgər qametlərin hər biri eyni xromosom daşıyırsa, bir də bu arı quşudur da, bildiyimiz kimi bunlarda deməli dişi heteroqametliyi var, yəni quşdur bu. Və qametlər eyni xromosom daşıyırsa, onda qametlərin sayı qədər, baxın, belə deyək, burada qametlər eyni xromosom daşıyırsa, nə qədər yetişmə zonasına, nə qədər hüceyrə daxil olursa, qametlə eyni xromosom daşıyan yönəlici cisimciklərin sayı da eyni olur. Çünki qametin sayı ilə həmin qametlə eyni xromosom daşıyan yönəlici cisimciklərin sayını toplayanda digər yönəlici cisimciklərin, yerdə qalan yönəlici cisimciklərin elə xromosom sayları da eyni olur, onların sayına bərabər olur. Bir də deyirəm, bütün qametlər eyni xromosom daşıyırsa, qametlə eyni xromosom daşıyan yönəlici cisimciklərin sayı elə yetişmə zonasına daxil olan hüceyrə sayına eyni olur. Deməli, buradan belə çıxır ki, burada 5 hüceyrə daxil olub. Və burada da eyni saydır deyə, burada da 5 hüceyrə daxil olub. X cinsiyyət xromosomu daşıyan qametlərdə xromosom sayı 5 hüceyrə daxil olubsa, 5 vur 4. Neçə hüceyrə yaranacaq sonda? 20 hüceyrə yaranacaq. 20 erkək hüceyrədə, yəni erkək cinsiyyət hüceyrəsi. Və X cinsiyyət xromosomu daşıyan qametlərdə xromosom sayı. Və biz də yuxarıda gördük ki, burada 2n bərabərdir, özü şərtdə verib, 2n bərabərdir 80. 2n bərabərdir 80, n-i də bərabərdir 40-a. Deməli, 20-ni də vuraram 40-a, alarıq 800. Niyə bunu belə elədik? Çünki erkək fərdlər homoqametdir, onlarda bütün qametlər X cinsiyyət xromosomu daşıyacaq. Ona görə də elə alınan bütün deməli, hüceyrələri biz qamet kimi görürük və qametlərin hamısı da X cinsiyyət xromosomu daşıyır və qamet sayını bir qametdə olan xromosom sayına vurduq və cəmi xromosom sayını tapdıq. Sonra yenirik aşağıya. 30-cu sualda deyir, Euler-Venn diaqramına əsasən uyğunluğu müəyyən edin. Burada A ilə xatırladım ki, sizə coğrafi növ əmələ gəlməni göstərmişdi. B ilə də ekoloji, yuxarıda da qalxmıram yuxarı, ekoloji növ əmələ gəlməni göstərmişdi. Mikrotəkamül baş vermişdir. Bu hər ikisində baş verir. Mikrotəkamül ortaya yazıram. Populyasiyanın gen tərkibi dəyişmişdir. Bu da hər ikisində baş verir. Növ əmələ gəlmənin hər iki formasında. Növün arealı müxtəlif hissələrə parçalanmışdır. Bu coğrafi növ əmələ gəlmədir. Areal dəyişməmiş, həyat şəraiti dəyişmişdir. Bu isə ekoloji növ əmələ gəlməyə aiddir. Əziz abituriyentlər, ümid edirəm ki, sizin üçün anlaşıqlı oldu. Gələcək işlərinizdə, fəaliyyətinizdə sizə uğurlar arzulayıram.